Bəli, əziz izləyicilərimiz, biz bu günlərin bu qarlı, yağışlı, dumanlı, çiskinli havada, palçıqlı havada gəlmişik Sabirabad rayonuna. Biz Çağdaş Təhsil komandası olaraq bu günlərin Sabirabad rayonunun Zal Qarağaz kəndindəyik. Zal Qarağaz kəndindən biz dəfələrlə illər əvvəl təqaüd olan müəllimləri işlandırmışıq, o cümlədən şagirdləri işlandırmışıq. Bu günlər gözəl ağsaqqal, qocaman bir müəllimi, gözəl atanı, gözəl babanı sizlərə təqdim etmək istəyirəm. Adınız, soyadınız? Yaqubov Məzahir Qayıboğlu. Çox gözəl. Məzahir müəllim, hal-hazırda neçə yaşınız var? 79 yaşım var. Oy maşallah, yubileyə gəlmişdi, 80 yaşlı. 80 yaşınıza görə sizi təbrik edirəm. Çox sağ olun, Allah hoş sizə uzun ömür gəlmişsiniz. versin, daha sağlık versin. Sağ olun, hoş gəlmişsiniz. Çox sağ olun. Bugün 2025-ci il 10 dekabr tarixidir. Müəllimin 80 yaşı yəqin ki bir neçə ay olacaqdır, yubileyə edilə. Və elə biz elə indidən çəkiliş edirik. O gün olsun müəllimin 85, 90, 100 yaş olsun. Allah heç bir atanı, ananı, övladların üstünə əks eləməsin. Müəllim, neçə övladınız var? 6 evladım var. 3 kızım, 3 oğlum. Ay maşallah. Bir oğlumun biri rəhmətə gedib. Allah rəhmət eylesin. Neçə nəvəniz var? Neçə nəvə? 11. 11 nəvə. Neçə nəticəniz var? Nəticəmiz yoxdur. İnşallah nəticəniz olar, Allah qoysa. Və müəllim, bax bizim bu çəkilişimiz vasitəsilə gələcək nəvələrə, nəticələrə, şagirdlərə, bu kadrlara hamı baxır, bütün dünya baxacaqdır. Nə arzuluyorsunuz? Xoş günlər arzulayıram. Can sağlığı, ondan sonrasında işlərində müvəffəqiyyətlər, ondan sonrasında ömür gün yoldaşlarına mehriban olsunlar. Can deyib çalışsın istərəm. Amin. Çox sağ olun, dərin təşəkkür bildirirəm. O cümlədən anamız da. Anamız adınız nədir sizin? Cəmlə. Cəmlə. Neçə yaşınız var anamız? 72. Ay maşallah. Müəllim necə həyat yoldaşı oldu? Necə atadır, necə babadır? Yaxşıdır. Ürək sözlərində görün. Yaxşı olmuş o da. Mehriban olsun. Mehriban yaşamış o bu həyat. Çox gözəl. Bəli, hörmətli izləyicilərimiz, mən Vüsal Kəlbəcəri bu günləri müəllimə uzun ömür can sağlığı arzu edirəm. Arzu edirəm ki, inşallah gələcəkdə nəvələri, nəticələri inşallah biz onlar üçün gələk gözəl çəkiş edək. Təşəkkürlər, minnətdaram. Allah təala uzun ömür can sağlığı. Sağ olun.